Neçə müddətdir Ramiz Mirçiyev mövzusu gündəmdən düşmür, ya da gündəmdən düşürtmək istəmirlər. Amma adam xəyanətdə ittiham edilir. Yəni xəyanətdə ittiham edilməz sizə nə deməkdir? Yəni mənim üçün artıq Ramiz Mirçiyevlə Əkrəm Hümbətov arasında heç bir fərq yoxdur. Yəni xəyanətdə ittiham edilirsə, deməli bu xəyanətkardır. Çox ən bir vətəndaşın ən böyük ittihamıdır. Amma adam nə rəsmi olaraq təsdiqlənmir, bu nəfsi elə APA bir tərəfdən verir, amma digər dövlət qurumları susurlar, istər media qurumları olsun, istər hüquq mühafizə orqanları olsun, məhkəmə sistemi olsun və s. Və güya deyirlər ki, qoyun bu hərbi parad keçsin, zəfər paradı, görün nə edəcək, ay belə başlar gedəcək, ay belə əllər gedəcək, qollar gedəcək, heç nəyə getmir. Yəni mən belə görəm, bu hakimiyyətin gücü ancaq icra başçılarına çatır. Ən yüksək seviyə, ən uzaq icra başçılarını tuturlar. O da əsas şəhərlərin icra başçılarını yox, yəni rayon icra başçılarını. Bundan oyuna getmirlər. Yəni bəs nə oldu bəs? Və yaxud da artıq istifaya getmiş nazir və nazir müavinlərini tuturlar, onları sonra azad edirlər. Pullarını alıb azad edirlər. Elə bura qədər, yəni ki, bu dövlətçilik dediyiniz, güclü dövlət dediyiniz bura qadarmış. Yəni bir dənə yaşlı bir təqaüdçünün əlində qalmışsınız, nə özünü tuta bilirsiniz. Adam jurnalistin villasına cavab verir, jurnalistin telefonuna ki, əvvəl necə var, eyni dedi, eləyəm. Yeznəsə də qorxu gəlir, oğlu nazir müavinidir. Kimə deyildi? Hamısı azadlıqdadır. İndiyə qədər Eldar Mahmudov mövzusu getdi, azadlıqdadır. Çovdarovu tutmuşdular, azadlığa buraxdılar. Oradan sonra Şəkir paylaşdı, biz elə ayaqdayıq. Sonra kim var? Bütün Azərbaycanda olan ordu hərbiçilərdə istər nə bilim gizlindən tutmuş zabitinə qədər hamısı. Mən bir nəfər də Azərbaycan ordusunda hələ də Nəcməddin Sadıq haqqında müsbət heç də eşitməmişəm. Hamına xain deyir, xəyanətkar deyir, rahat şəkildə azadlıqdadır, nə bilim şəkilləri orada-burada çıxır, Antalyada və s. villasında və s. Yəni bəs bu xəyanətkar, bu hakimiyyətə əgər çevirmək istəyir Ramiz Mirçiyev, APA dövlət qurumu bu haqqında məlumatlar verir, nə bilim hakimiyyətin bəzi nümayəndələri bu haqqında danışır. Yaxşı, bu tək başına qoca kişi çəli ilə dövlət çevirir ki, yəni bunun hər strukturda bunun qolları olmalıdır. Nə özünə əl dəymirlər, nə həmən o qollarına əl dəymirlər. Bu necə çevriliş oldu? Bəlkə dedik ki, bəlkə elə gözləyirlər, necə deyir o, ovda şir öz ovunu gözləyir ki, onun üstünə cümsün, parçalasın. Heç bunu da görmürük. Artıq ov da gedib, ovçu da gedib, ortada heç nə yoxdur. Yəni bu onu göstərir ki, əgər bu belə də davam etsə, həqiqətən də artıq Azərbaycan hakimiyyətinin artıq ciddi heç bir 5-ci kolonla mübarizə aparır və s. Artıq təbliğatına heç kəs inanmayacaq və ironiya ilə qəbul edəcək. Yəni Ramiz Mirçiyev həbs edilməsə, yəni hakimiyyət olaraq bu sizin açdığınız bu prosesin biabırçılığıdır, fiyaskosudur. Özünüzü gülünç səviyyədə bilirsinizmi? Kənardan çox gülünç görünür, ironik görünür. Yəni bir dənə bacarmırdısa, bu prosesi açmaq istəmirsə, buna nə ehtiyac verdi bu qoda həngamə? Oturmuşdu da evində ki, sizə heç bir təhlükəsi yox idi, sizin də ondan işiniz yox. Əgər sizə təhlükəsi varsa, dövlətə təhlükəsi varsa, tutun da bu adam. Yəni ətrafını tutun, digərlərini tutun, o əlləri tutun, qolları kəsin, əlləri tutun, əlləri bağlayın, o bütün bu dediyiniz bu hakimiyyəti çevirmək istədiyin. Yoxsa elə uzaq başı icra başçısı ilə, icra başçısı səviyyəsində nə bilmək, Şəmkirin icra başçısı tutuldu, Balakənin icra başçısı tutuldu, yəni rayonlar, regionlar icra başçısına tutulmalı. Bu hakimiyyət öz əksinə güclülüyünü yox, zəifliyini göstərir. Onda belə çıxır ki, bir kart evi sizdə olsa dağılacaqsınız. Yəni özünüzü belə təqdim edirsiniz və bunu, o təqdimatı biz müxalifət eləmirik. Siz özünüz eləyirsiniz. Müxalifətdə artıq o hal qoymamışsınız ki, nəsə sizi təqdim edirsiniz. Özünüz o vəziyyətə qoydunuz özünüzü. Bu puf olsa və dağılsınız, bunda günahkarı özünüz olacaqsınız. Və deyim kim olacaq? Ölkənin iqtisadiyyatını və daxili siyasəti bugünə qoyan İtalyanski qalstuk geyinən qaqoliklar, hansıların ki hesabatlarına artıq hakimiyyətin belə deputatları gəlib inanmır və onu tənqid edir.